müəllimlərin, həm də elmin öncülərinin həyat yolunu birgə qeyd edir, onlardan ilham alırıq. İndi isə görkəmli... Şahibah xalanlar 50-ci illərdən 5 yaşında mən Şahibah xalanı qonşuyum, tez-tez bir-birimizə gelib gəlirdik. O vaxtdan mən onu tanıyıram. O, çox gözəl insan idi. O, Azərbaycan xanımlarını Tuti Birkə kimi, Sara Xatun kimi, Ağabəyim Ağa kimi xanımlarının qapamsıydı. Çox gözəl insan idi. Adım olmaqla bərabər, ondan sonra Nekrasov'dan, Karamsız'dan suallar verildi ki, yola uçurdu vaxtı, biletə. O hamısına cavab verib, birdən dedim, Ayslar, Tansu'nun hər məsul əsərində orada Feydezikov'un həyat yoldaşının adını aydı. Beyanda dedim, Natasha Rasul'un. Birinci arvadın adını aydı. Şahibah xalanına qışqırdı ki, elə deməli, bunu deməkdən məqsədinin kötəkcə elmi bilmirdi. Həm də ədəbiyyatı, həm də musiqizimizi, həm də əziz dostlar, əziz gənclər, muhammatör gəlir. Muhammat bizi, maddi sərvətimizi, Şahibah xalanı elə bilirdi ki, elə mahır hindi. Ay mahır hindi nə deməkdir? Ay beyin şey, bundan sonra bizim muhammatın bir hissəsi gedir, Hindistanla əlaqələnirdi. Onu o gözəl bilirdi. Eyni zamanda Qayılovlar ailəsi, indi mən çox gələk önəmləri yad edəyək də. Qayılovların ilk təyyarətçisi Fərruq Ağa Qayılov olur, İsmail bəyin əmsi olur. Bu nəsildən olur. Əhməd Qayılov, Azərbaycan Fərruq İsmail bəyin balaca qardaşı. Təhsildə uzun müddət işləyib, Bakıda. Gərək bunları da qeyd edir. Eyni zamanda onun ana tərəfi, Ağayev, Gəncədən Mürziyalılar olur. Həsən bəy Ağayev, Azərbaycan ilk demokratik cumhuriyyətin parlamentin sədrlərini, onu yaradanlardan biri. Bunlar hamısı qanla gəlir, əziz dostlar. Qanla gəlir yavaş-yavaş, indi bizdən çoxdur alimlər, çox qeybələr, hamısı... Bir Qayılovda olub narkozun rektoru. Aranın? Narkozun rektoru. Rəşid oldu, değil mi? Rəşid Qayılov. Şey deyilsə, o bizdən deyil. Rəşid Qayılov. İdman naziri Qayılov. Yox. O Qayılovlardandır. Narkozun rektoru. Bu gözəl müəllimlə mən mənim yoldaş olmuşam. Onu mən almışlayıram. Onun çıxışına baxanda, eşidəndə, canlı sizə tarixlər kimi deyir. Və fəxr edirəm ki, bizim belə alimlərimiz var. Mən sözümü uşaqlar, həmişə mən xahiş edirəm, ay çalanlar. Nə olar, iclas edəndə bircə kəlmə nizamını da yığılsın. Onun bir kəlməsi 1000 dənə böyük vəsiyyətə dəyər. Deyər, insana arxa durumun kəmalı. Ağıldır hər kəsin dövləti varı. Kim ki yetişməli ağıldan vara, oxşar insansılar əcrahalar. Vaxtı boş geçirmə, qərar verilər. Zəhmət çəkdin qədər bilik kəsbinə, qüvvət elindədir başqa bir heç kəsə üstünlük eyləyə bilməz. Hamıdır, alimin yeri, alimlərimizə eşq olsun, alimlərimizə, alimlərə can salın. Sağ olun, təşkil edir, ruhun sağ ol deyirəm. Yübleyi təşkil edənlərə. Sağ olun. Sağ olun. Ümumiyyətlə, universitetə, bütün burada tədbir iştirakçılarına, öz ailəmizdən öz təşəkkürümüzü bildiririk. Təşəkkür edirik ki, bizim nənəmizi, mamamın, xalamın anasını. Çox sağ olun, hər şey üçün və həyəcanlıyım çünki nənəmlə böyümüşəm. Bütün nənəm, yaş qadınlarını görmüşəm. Doğrudan da çətin olub. Nənəmin həyatı, akif mənim danışdığım kimi, nənəm çox təmkinli idi. Heç nə mənim kimi üzərinə göstərilirdi.
qədirliydi və nənəmin həmişə belə bir sözü olub, necə deyərlər, həmişə deyib ki, insaniyyət həmişə yaşasın və bu, necə deyərlər, şuarla bizim nəsil yaşayıb, insaniyyət həmişə öndə olmalıdır. Ondan irəli də gəlir, nənəmin belə, nə bilim, təmkili olmalı, həmişə elmə, həmişə qohumlarına bağlı olub. Çox sağ olun. Sağ ol Günel xanım. Sağ ol. Thank you very much for participating in this conference. I hope that you understand something of this, and I hope that you will understand next year everything. The main purpose was to introduce our culture to you, and you know, you have heard Mugham here, and Mugham is very connected with the Indian culture also. Thank you very much for listening. Çok teşekkür ederim. Sen olmuş benim. Çok sağ olun. Ben hamısı teşekkür ederim. Teşekkürler Türkler. Sağ ol Günel xanım. Sağ ol. Çok sağ olun. Oh
Xanım ona birlikdə çox bir xoş əhval-ruhiyyə ilə yolu dəniləcək. Dedi, Şahibə gəlir. Şahibə dedi, hər ilin Novruz bayramı qabağı yaxın qohumların qəbirlərini ziyarət etmək üçün gəncliyə gəlir. Çox keçmədi, Şahibə ona gəldi. Xanım ona bizi tərbiyyə elədi. Dedi, təzə gəlinimizdir, Akif'in yoldaşıdır. Biz görüşdük, o mənə xeyir dua verdi. Ama Şahibə onun haqqında danışanda hadisə belə deyil. Şahibə çox istiqamlı, böyüyün, yerini, kiçiyini, yerini bilir. Bu xanım ananın sözləridir. Sağ olun, əzimdə olanınızı sağ olun gəldi. Əsər bu sabahı bizim müəllimlər günüdür, 5 oktyabrdır. Çox müqəddəs bir gündür müəllimlər üçün. Təsadüfi deyil ki, Şahibə xanımda ki, müəllimlər gübrəyə qeyd olunsun. Biz burada əyləşənlərdən müəllimlərimizdən çoxusu qadındır. Ümumiyyətlə bir qadının
hər hansı bir nailiyyətlər əldə etməsi çox çətin olur. Onu vəzifələr uğurlar arzu edelim. Değerli yoldaşlar, 2019 ildə təqaüdə çıxdığım vaxtdan belə məktəblər məclisdə şifahi olaraq çıxış eləmişəm və eyni zamanda çıxışında görülən yollarla və hədərlərə ona görə də istəyirəm ki, o sayasınız. Məndən əvvəl çıxış edən yoldaşlar Şadibən